Bakı Konqres Mərkəzində Bakı Derma. Yəni artıq biz ikinci ildə iştirak edirik. Baş sponsoruq. Respublikada keçirilən yeganə tədbirdir ki, hansı ki biz belə bir tədbirə qoşuluruq. Araç firması olaraq biz özümüz seminarlar, konqreslər təşkil edirik. Amma bu konqresin çox belə böyük bir vüsət almasına səbəb bunun düzgün təşkil olunması və çoxlu spikerlərin, mən sizə deyim, bu il qeydiyyatdan keçən arasında 600 deməli dermatoloq, kosmetoloq qeydiyyatdan keçib və il-ildə mən fikir verirəm, xarici ölkələrdən, Özbəkistandan, Ukraynadan, Rusiyadan, Qazaxıstandan gələn həkimlər də çoxdur. Yəni istəyərəm ki, bu tədbir Dubai Derma kimi, İMKAS kimi, AMVC, Monaco kimi yəni belə bir məşhur bir konqres olsun. Ölkəmizə çoxlu kosmetoloqlar, dermatoloqlar gəlsin. Bu öz növbəsində də ümumilikdə Azərbaycanın uğurudur. Hər il olduğu kimi biz dünyanın ən məşhur, ən son texnologiyalarını istehsal edən şirkətlərin məhsullarını nümayiş elətdiririk. O cümlədən Candela, Koru Pharma, Regenial, Promitaliya və İPSA kimi dünyaca məşhur şirkətlərin burada rəsmi təmsilçisiyik. Bu il tədbirin ikinci günüdür. Dünən bildiyiniz kimi konfrans oldu. Konfransda 600-dən yuxarı həkim dermatoloqlarımız iştirak elədi və bu Azərbaycan üçün çox böyük bir rəqəmdir. Bugün isə dünənki konfrans iştirakçılarından əlavə olaraq 500 nəfər sərgi iştirakçıları gözlənilir və bu da ümumi götürsək 1000 üzəri iştirakçı deməkdir. Bizim bugün stendimizdə nəinki yeni texnologiyalar və məhsullar var, qonaqlarımız üçün, ziyarətçilər üçün düşündüyümüz oyun və yarışlar da var və qaliblər üçün də xüsusi mükafatlarımız var. 500 manatdan başlayaraq xüsusi hədiyyələrimiz olacaq. Sonda bunu da demək istəyirəm ki, Baku Derma sadəcə bir konfrans deyil. Bu, dermatologiya və kosmetologiya sahəsində olan yeniliklərin, biliklərin, təcrübələrin paylaşıldığı bir platformadır. Belə bir platformanın Azərbaycanda keçirilməyi düşünürəm ki, bizim üçün həm qürur vericidir, həm də yerli mütəxəssislər üçün öyrənmə fürsətidir.